Gel döndürək. Döndürək, sağ üstə döndürək. Görmə iynəsini. Sağ Hadi git dedi. Benim derdim beşeri çoğalmır. Çok pis vaziyetteyim. Özümü saklayabilirim ben bunu. Evladımı necə saklayayım onun, balalarını necə saklayayım onun, ailesini necə saklayayım, çattıra bilmirəm. Dözə bilmirəm artıq Cənab Nazir sizdən xahiş edirəm. Bir valideyn kimi sizin de evlatlarınız var. Sizin de demeleriniz var Cənab Prezident. Sizden çok artık derecede xahiş edirəm. Səsimi eşidin. Eşidin. Cəlilabad rayon Fərzli kənd sakini 44 günlük Vətən müharibəsi iştirakçısı Xocavənd Füzuli uğrunda gedən döyüşlərdə ağır kəllə beyin travması alan epilepsiya xəstəsi Şafirdiyev Rəsət Ərsalamoğlu'nun atası Şafirdiyev Ərsalam Yolçuoğlu ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Kanal 10 televiziyası vasitəsilə oğlunun pensiyasının qanunsuz kəsilməsi ilə bağlı müraciətini bildirdi. Şah verib, Nədir problem? Mən xəstəyəm, müharibədə Travma almışsınız. Dərmanlarımı Vermirlər, dərmanlarını vermirlər. Pensiyam pensiyanı kəsiblər. Nədir bu? Nazirə nədir müraciətiniz? Ana müəllimə nədir müraciətiniz? Mənə Köməklik eləsin. Köməklik. Yəni 3-cü qrup alırdınız, onu da kəsdilər. Hal-hazırda pensiya almırsınız. Yox. Evlisiniz, övladınız da var. 2 evladı var, 2 evladı var. 2 evladı var. Bəli. Ha şeylə kömək eləsin bizə. Mən balama kömək eləsinlər. Ha şeylə Nazirlikdən, Prezidentdən, Mehriban Əliyevdən hamısından xahiş eləyəm. Uşağıma köməklik eləsin, müalicəsinə, pensiyasına, dərmanlarına. Uşağın vəziyyəti çox pisdir, həddindən artıq pisdir. Sizdən xahişim odur. Başqa xahişim yoxdur. Gedib müharibədə olub, evdə olmayacaq, müharibədə olub beləcək. Hansı döyüşlərdə olub xala? Füzulidə. Füzuli döyüşlərində Bəli, iştirak Füzuli edib. döyüşlər iştirak edib, orada olub uşağım. Travma alıb. Bəli, travma alıb uşağım. Epilepsiyası da tez-tez. Tez tutuyor, 2 gündən bir, elə bax gündə tutuyor, gündə 2 dəfə tutuyor bu uşağım. Gündəlik. Uşaq çox pis vəziyyətdədir. Xahiş eləyəm köməklik eləsin. Özü təqdim elə. Şahverdiyev Ərsalam Yolçuoğlu, Şahverdiyev Rəsət Qazi Ərsalamoğlu'nun atasıyam. Nədir problemdə? Bizim problemimiz Azaralımın Cənab Prezident döyüşə dəvət elədi. Mənim evladım hərbi xidmətdə işləyirdi. Müddətdən artıq xidmətdə işləyirdi. Füzuli bölgəsində işləyirdi. Oradan da müharibəyə dəvət olundu. Cənab Prezident əmir verdi. Ali Baş Komandan kimi oradan da döyüşlərə qatıldı. Mənim evladım başından travma aldı döyüşdə. Yıxılır yerə, danışıb dərdin deyə bilmir, heç kimə müraciət eləyə bilmir. Rayon təşkilatına, rayon icra hakimiyyətinə müraciət eləyirik, bizə köməklik sarı. Rayon icra hakimi də mən deyə bilmərəm ki, o mənim ailəmi dolandırmağı öhdəsinə, onun da səlahiyyəti o dərəcədə yoxdur. Sağ olsun, arada icra hakimi köməklik eləyir, az miqdarda, o da heç nəyə yaramır. Ona görə ki, mən Sosial Müdafiə Nazirinin Anar Əliyev cənablarından xahiş eləyirəm, çox artıq dərəcədə xahiş eləyirəm.
Mənim evladımın sənədlərinə baxsınlar təzədən, mənim evladımın sənədlərini bərpa eləsinlər, onun dərmanlarını bərpa eləsinlər, onun müalicəsinə köməklik göstərsinlər. Cəmaət yığılıb başına, mənim evladım orada başı kəsilmiş, döyük kimi çabalayır orada. Heç kimdən hara görə bilmirəm, heç kimdən dərdim şərik olmur. Çox pis vəziyyətdəyəm, özümü saxlaya bilmirəm, mən bunu, evladımı necə saxlayayım, onun balalarını necə saxlayayım, onun ailəsini necə saxlayayım, çatdıra bilmirəm. Dözə bilmirəm, artıq Cənab Nazir sizdən xahiş edirəm. Bir valideyn kimi sizin də evladlarınız var. Sizdən çox artıq dərəcədə xahiş edirəm. Səsimi eşidin. Eşitmirsiniz, içirdim eləsinəm bu qapılarda, çöllərdə, yollarda. Qapıların iti yatır, mən gecələr yatmıram. Mən dözə bilmirəm artıq, mənə ilac eləyin, balama ilac eləyin, mənə kömək eləyin. Hörmətli Mehriban xanım, siz anasız, sizin evlatlarınız var. Sizdən xahiş eləyirəm artıq dərəcədə mənim evladıma, balalarıma kömək eləyin. Əlilliğim bərpa eləyin, dərmanlarım bərpa eləyin. Çox artıq dərəcədə xahiş eləyirəm sizdən. Dözə bilmirəm artıq, balam da dözə bilmir. Laydıvan oğul əriyib pis günə qalır. Niyə siz bunu görmürsünüz? Sizə göstərən yoxdur, bildirən yoxdur. Cənab Prezident, sizə dəfələrini 2 dəfə məktub yazmışam, ərizə yazmışam. Qoymurlar sizə gəlib çıxsın, mənim dərdimə qulaq asasınız, mənim dərdimi görəsiniz. Qoymurlar, imkan vermirlər. Sizdən çox artıq dərəcədə xahiş edirəm. Mənə qulaq asasınız, məni eşidəsiniz, mənim balamı eşidəsiniz, mənim balamı görəsiniz. Kanal 10 Azərbaycan televiziyası olaraq qarşı tərəfin mövqeyini hər zaman işıqlandırmağa hazırıq.